Qeyri-hökumət təşkilatının sədri Sevda Əliyevanın təşəbbüsü ilə sentyabrın 27-sində 44 günlük vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış, əslən Ağsu rayonundan olan 2000-ci il təvəllüdlü Cəfərzadə İsrail Namiq oğlunun xatirəsi anılıb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını, qanını əsirgəməyən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səslənib. Anım günü münasibəti ilə keçirilən mərasimdə şəhid ailələri, qazilər, sənət və media nümayəndələri, eləcə də Akif Qəmbərzadə adına 148 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirdə həvəskar rəssam Könül Zaman qızının çəkdiyi şəhidin portreti təqdim olunub. Mərasim təşkil edəməkdə ilk növbədə Prezident administrasiyasına minnətdaram. Onun əsasən də Qarabağ bölgəsində olan nümayəndələrinə təşəkkür edirəm. Yəni doğrudan da sağ olsunlar ki, bizə rəsmi icazə verildi və burada bu tədbirimizi keçirməyə arxayın oldum. Yenə sağ olsunlar bunu təşkil edərlər. Hər birinizə yenə təşəkkür edirəm, minnətdaram. Tədbirimiz davam edir Allahın köməklə. Səbirlə dinləyək. Çok sağ olun. Şehitlerimize.